Salam millət. İndi mən gedirəm supermarketə. Bu marketdə işləyən axraniki göstərəcəm sizə. Görün burada axranları kimləri götürürlər də işə. Deyir, yanıb bax orada siqaret çəkir. İndi göstərəcəm mən sizə. Baxın bir dənə. Görün bizdə də Azərbaycanda belə adamları işə götürərlər. Özü də axranik. Axranik, yala kişi, security. Sinəsində də yazılıb security. Deyir bax. Görürsən? Göğe security'dir bu. Qoca arvad diye. Boyu da bir sənə boydadır. Hardasa olar da boyu, ne bileyim, 1.50 zat. 1.50, 1.60 nəsə beləsi boyu var. Arvadın da yalan olmasın, hardasa bir olar da, ne bileyim, belki de 50-60 yaşı var. Ne bileyim neçə yaşı var. Qoca arvaddır. İndi onun şeklini də mən sizə göstərəcəm. Baxarsan onun içəridə şeklini çəkmişəm onu. Şekline bakarsınız, görərsiniz. Yəni bizdə Azərbaycanda belə adamları işə götürürlər yoxsa bizdə 30 yaşına çatdığın sənə dükana zada götürmürlər, kassaya zada götürmürlər. İnandım sənə burada kassada işləyir arvadlar. Yəni mala kassoy gözü ilə təsəvvür elə bir gözü kassoydu. 60 yaşında, 65 yaşında yəni arvadlar kassada işləyir. Nəinki arvadlar, kişilər də işləyir. Bir nüansında burada arvadlar işləyirlər. Axraniklərini görəsən. Deməli, axranik özü bu qoca arvaddan başqa da mən görmüşəm. Deməli, təsəvvür elə combulna boyda. Tərpənə bilmir ha. Tərpənə bilmir. Yəni, bildiyin tərpənə bilmir adam. Security kişinin oğlu. Bizdə işdə. Yekə fabrikada. Fabrikada axranikli nasan çolaq. Ağlı başlı şikəstdir. Ağlı başlı adam şikəstdir. Anadan gəlmə şikəst. Onu götürürlər işə. 70 neçə yaşı var, problem yoxdur. Yəni işləyir. Bizdə Azərbaycanda niyə yox deyə belə. Bax bizdə Azərbaycanda niyə yoxdur? Mən o vaxtları özüm elə elektrik iş axtaranda girib elana baxmışdım. Elanda yazmışlar ki, 30 yaşına kimi elektrik işi götürürlər. Sən təsəvvür elə 30 yaşına kimi elektrik işə götürmək nə deməkdir? Yəni bu nə deməkdir? Yəni 30 yaşına kimi elektrik. Nabrod elektriki sonra şoförüdür, yaşlı adamlar götürməlidirlər ki, yani bu insanın oput olur. Yani məsuliyyətli olur. Bu şimdi dəhşət bir şeydir də. Yani ne bileyim valla. İndi gəlirəm işdən, gəlirəm bu arvadı gördüm yanıb burada. Dedim qərarı aldım, dedim bir dənə videosunu çəkim göstərim sizə. Baxın görün. Ne bileyim həyif Azərbaycandan. Çox həyif. Girin kanala öz şərhlərdə fikirlərinizi yazın. Qoyun düşsün kəşfətə. Bəlkə bu işə götürənlər var. Bəlkə insafa gəldilər. Yəni bu cəmaatı işə götürdülər. Fərqi nə deyək, bu insanın neçə yaşı var. Əsas odur ki, sənin işini yerinə yetirsin. Düzdürmür hə? Yoxsa fərqi var sənin üçün. İndi gələcəkdə imkan olsa çəkərəm, bax kassada işləyən adamları göstərərəm sizə. Neçə yaşında adamlar işləyirlər kassada. Yəni dəhşət bir şeydir də bir sözlə də. Yəni mən baxıram, şoka düşürəm. Niyə bizdə Azərbaycanda belə deyil? Bizdə Azərbaycanda ancaq cavan uşaqlar, 18 yaş, 20 yaşında uşaqlar götürürlər. Qızlar, aslanlar, sonra da ki cavan oğlanlar. Şimdi neyse. Kanala abunə olarsınız. Bir də like eləməyi yaddan çıxartmayın ki, yəni belə maraqlı gördüyüm şeyləri çəkim, paylaşım sizinlə, siz də görərsiniz. Oldu, hələlik sağ olun.